Məşğulumuz 5-ci elementdir. Od, su, hava və torpaq məhz onun axtarışındadır. Neyiniz uşaqlar? Bir şey soruşum. Deyirəm, bu 7 veriliş əvvəl giyindiyim qalstuku bugün də giyinsəm, veriliş aparanda tamaşaçılar hiss eləyərlər ki, təkrar giymişəm. Müasir və torpaq kimi səbirli Rüfət Ağayev. Конечно, hiss eləyərlər Rüfət. Sənin o tamaşaçı auditoriyan var ha. Onlar axı öz kumirlərini eyni paltarda görməməlidirlər. Yəni kumirlərinin qardiroblarının tükənməsini hiss eləməməlidirlər. Əlbəttə, sən onlar üçün kumirsən. Get özünə təzə paltar al. Yaxşı. Get. Hə. İndi deyirsən ki, amma doğrudan paltara fikir verirlər. Mən də saçım gündə bir rəng eləyirəm. Ay qırmızı, ay sirenivi, ay fioletovi. Sən demə fikir vermirlər. Ciddi və hava kimi dəyişkən Hüsniyə Məhərrəmova. İşim var idi, sən indi gəlirəm. Ama zor azdırdı ne onları. Elə bilirlər ki, oradan da cəmaat oturub bulan paltolarına baxır, çox lazımdır. Ranar, yalancıyam sən üçün. Aldızdırıb eləmədim uşaqları. Nə var onu dedim, sən boyda rejissor adamsan. Sən, yəni belə şeylərin fərqinə varmırsan. Sən bilmirsən ki, aparıcının giyimi onun elə birinci elementidir. Tələbkar və ot kimi istiqanlı Kamilə Babayeva. İndi mən qalstuqsuz çıxacaq. Diqqətli və su qədər saf Ranar Musayev. Gəlirəm indi. Hazırsınız? Onda getdik. Beşinci element axtarışında başlayırıq. Uşaqlar, eşitmişəm ki, verilişimizin bütün qəhrəmanları hər şənbə günü bir yerə yığışırlar, verilişimizi müzakirə edirlər, verdiyi cavablara bir daha baxırlar, ümumiyyətlə bütün verilişləri təzədən YouTube-dan izləyirlər. Məncə bu təəccüblü deyil, çünki bizim bu layihəmizin qonağı olmaq əslində unudulmaz bir təcrübədir. Hər vaxtınız xeyir olsun. Sizə də uğurlu insanların heç yerdə və heç kimə danışmadıqları sirlər maraqlıdırsa, onda televizora yaxın əyləşin. Elə bugün də sizi olduqca maraqlı bir qonaqla tanış edəcəyik. Amma qonaqla tanışlıqdan öncə bizdən rayderını istədi, biz də qəbul etdik. Sizə baxın. Daima aparıcınız Şəhriyar yenə də efirdədir. Bu nədir Anar? Fokus göstərəcəksən? Ayıbdır, cəmaat baxır. Yox, doğrudan da aparıcı işi çox əziyyətli işdir. Bunu mən bilirəm. Yaxşı, bəs qonaq kimdir? Deyəsən ağır adamdır, hə? Mən başa düşmürəm. Mən haçanacan özümlə danışacağım. Biriniz cavab verin də. Günah məndədir, günah məndədir. Cəmaat indi plyajda, dəniz qırağında, hovuzun qırağında istirahət edir. Mən bunlarla bu isti otaqda əlləşirəm. Bir ilə yaxındır ki, mənə güvənib veriliş eləyirlər. Amma ağızlarını açıb
bircik kəlmə mənlə danışmırlar. Yaxşı, sinə sırrını danışıram. Hə, qonaq gəldi. Leyla xanım, xoş gəlmisiniz. Dedim, hər şey adınıza layiq olsun. Uşaqlar səhərdən qaça qovdadılar. Şeylər necədir, xoşunuza gəlir? Hə, like qoydum. Deməli, pis deyil. Öz aramızda Rana bunları bulvardan yıxıb gətirib. Leyla xanım, deyəsən kimdənsə zəng gözləyirsən? Onda telefon götürün özünüzdən, problem yoxdur, bizdə hər şey olar. Narahat olmayın, bizim elə aparıcılarımız var ki, bu verilişin imicini heç nə körləyə bilməz. Xanımlar və cənablar, qarşılayın. Dəb aləminin verilişimizdə səlahiyyətli səfiri Leyla Əhmədova. Hoş gəlmişsiniz Leyla xanım. Sağ olun, sağ olun. Bəri başdan elə sizdən soruşum ki, sizə ən çox verilən sual hansıdır ki, sonra mən o sual verəndə bəzi qonaqlarımız deyirlər ki, primitiv sual verirsən, onu elə istəyirəm razılığa gəlim sizdən əvvəl. Məndə ümumiyyətlə problem heç bir suallara məncə yoxdur. Onda başladıq bu sözdən, bu sözün ucundan yapışıb. Başlayalım. Elə. Bizim verilişdə belə şeylər demək çox Təhlükəlidir. Sözün düzü, mən verişə baxmamışam o qədər də. Ona görə yəqin ki, doğrudan da siz məni qorxuza bilərsiniz. Yəni düşünürsünüz ki, baxsaydınız bəlkə gəlməzdiniz. Yəni yaxşı ki, bəlkə baxmamışsınız. Ola bilər. Hər işdə bir xeyir var. Məndə çox vaxtı belə olur ki, məni çağırırlar verişlərə. Mən deyirəm, hə, bəli, gəlirəm. Sonra gəlirəm, görürəm ki, nəsə veriş mənim formatım deyildi, ümumiyyətlə. Onda niyə belə yanaşırsaq? Bu sizin imincinizə biraz xələl gətirə bilər. Televizora Ola bilər ki, elə bir verilişə gedərsə heç ümumiyyətlə uyğun deyil. Təbii ki, maraqlanıram. Hətta çox vaxt öz, yəni doğma dostlarım bu show, yəni biznesdə 20 ildir fəaliyyət göstərirəm deyənə hər bir kanalda bir gözəl aparıcı qonaqlar, yəni mənə qonaq çağırırlar məni və təbii ki, dostumdur deyənə mən yəni Güvənirsiniz. Güvənirəm, gedirəm, amma hərdən olur ki, doğrudan da görürəm ki, ya veriş formatımda deyil, ya da o verişin olan içində olan insanlar, yəni ətrafımda olan insanlar, qonaqlar. Təbii ki, onlara qarşı yəni fikrim yoxdur, nəsə bir necə deyim sizi bir təkir eləyim, amma başqa bir insanlarla bir masada olanda təbii ki, onu hiss eləyirsən. Bəs bizim Biz sizə verişə bugün niyə anladıq, gəldik? amma bağışda Hüsniyə, amma deyim ki, bu həmin o verişlərdən deyil, haradakı dosta güvənmək olar. Çünki burada birinin dostu ola bilərsən, qalan üçü ilə hələ. Çalışacağım, sizinlə də dostum. Çalışın, amma məncə yaxşı, sözü verim Hüsniyə, sonra o da Əgər siz versiniz. özünüzü yaxşı aparsanız, təbii ki, mən sizinlə dost ola bilərəm. Bizim sizi yaşamaz, hər birisi bir paltar verəcək. Başlayaq, sonda Rüfətin bir dəqiqəsindən başlayaq. Yox? Gəlin bax. Sadəcə mən bayaq Hüsniyənin sözünü kəsdim, ona görə çox özümü belə pis hiss etdim. Sözü verək Hüsniyə, o da özü bilər ya. Öz sözünü deyər ya da ki, Rüfətə sözü verər. Qatar. Rüfət, Nəsə sənin siz bir çox dəqiqən. böyük bir Rüfətin- çətinlik çəkirsiniz sual verməkdən. Heç Görürsən, o nə yox, yox, suallarımız var. Sadəcə olaraq bizim verilişin siz baxmamısınız deyənə mən Hə. sizə istəyirəm anlatım. Bizim Rüfətin rubrikası var. Bir dəqiqə ərzində sizin haqqınızda internetdə nə yazırlarsa, Bir dəqiqə informativ ərzində. olaraq, Aha. onu çalışacaq çatdırsın. Nəsə düz olmasa, bəyənməsəz, razı olmasaz, Rüfətin bir dəqiqəsindən sonra iradlarınızı bildirə bilərsiniz. Leyla Əhmədova 1976-cı ildə anadan olub. 1996-cı ildə Interturan adlı fashion house açıb. 3 ildir bir çox ölkələrdə şöhrət qazanan Leyla Əhmədova təxminən 10 kolleksiya yaradıb 3 ilə. 2000-ci ildən ilin dizayneri adına layiq görülüb. Kolleksiyaları World Fashion Channel TV-də göstərilmişdi. Gürcüstan Moda Festivalında iştirak etmişdi. Hazırda Leyla Əhmədova Modalar Evi və Bayla Qadın Klubunun sahibidir.
Bir dəqiqə amma tamam olmadı deyəsən. Heç olmadı məni ki 30 saxla- saniyə keçmədi ki. Bu Niyə neydi belə pis ay hazırlaşmısan Rüfət? Rüfət? Biz hazırlaşmamışıq. Sadəcə olaraq Leyla xanımın Wikipediyası yoxdur. Məncə bunu düzəltmək lazımdır. Nə əcəb yoxdur Wikipediyanız? Bu cür uzun yol, bu cür böyük fəaliyyət və Wikipediya yoxdur. Ben size bir söz diyeyim. O kadar da şöhretperest bir insan değilim ki oturup ben Wikipedia'nı gel doldurum ben neler eləmişəm. Yəqin ki ondan ibarətdir məncə. Onda bu günləri biz ətraflı bu barədə danışaraq ki, Wikipedia Siz içində bu işi biraz məlumat düzəldin olsun. də, siz ki bahsedirsiniz məndən. Yox. Və başlayaq elə sizin sənət yolunuzun lap əvvəlindən. Necə oldu ki, modelyer oldunuz, hardan bu istək yarandı və çətinmi oldu yoxsa asan? Məncə asandır. Çətin heç bir şey olmayıb. Çünki televiziyada görmüşdüm Moskvanın gözəl bir modelyeri var. Zaytsevin kolleksiyasını Vesti telekanalında. Elə-belə sual yarandı. Uşaq idim də 10 yaşım vardı. O vaxtı da biraz Sovet vaxtı deyənəm, biraz hətta cəmaatın hər evdə televizor deyilən bir şey yox idi o vaxtı. Hansı illərdə televizor yox idi? Mən 10 yaşım olanda hər evin içində televizor olardı, səncə ya yox? 50-ci illərdə yox idi televizor Yox, hər yox. evdə. Yadımdadır ki, Yox, anam yox, danışırdı ki, kənddə Bizim- Balaxanada yaşayırdılar. Bir Bizim qonşunun televizoru var idi. Bütün kənd yığışırdı ora və orada baxırdılar. Mənim bir televizora. 10 yaşım olanda mən hətta özüm yadıma gəlir ki, bizim televizorumuz vardı təbii ki, şükür Allaha. Amma bir neçə mənim ətrafımda olan dostlarım gəlirdilər, onun faqazi vardı o vaxtı, çox dəbdə olan bir musiqi filmi. Hə, biz ona baxırdıq. Belə bir vaxt idi, yəni modelyer deyilən bir söz, dizayner, kreativ, nə bilim bu günündə o qədər gözəl sözlər deyirlər, fashion. Bunlar çox uzaqda və yəni insanlara yaxın bir sənət deyildi. Bu televizor məsələsi 80-ci illərdə deyir hər kəsin evində Leyla xanım dedi ki, televizor yox idi. Yəni yox idi. Bizdə var idi. Yəni var idi yox. Yəni hamının evində var idi. Özü də bizim 8-ci kilometrdə yaşayırdıq. Deyim ki, belə dəbdəbəli zona idi. Yox, yəni. Amma televizor hər kəsin evində var idi. Hətta ağ-qara da yox ha. Rəngli televizorumuz var idi artıq o dövrdə. Hələ bu da azmış kimi. Mənim sinif yoldaşım vardı, Aydan. Onlarda video maqnitofon da vardı. Gəlib kinolara baxırdıq, ağlayırdıq. 10 yaşımda bu sənəti görəndə özümdə yəni sual yarandı ki, mən də istəyərdim insanları gözəl geyindirim, yəni nəsə bir öz zövqümlə paylaşım onlarla və bugün mən modelyerəm. Və eşitdiyimə görə intervyunuzda oxumuşdum ki, atanızdan gizlin ananızla Sankt-Peterburqa belə qaçmışdınız ki, təhsil alasınız bu istiqamət. Bəli, o ilki mən artıq girmişdim Muxinski Universitetdə Leningradda, mama ilə biz getmişdik. Sentyabr gələndə papam deyir ki, bəs belə mama deyir, artıq Sertifikatı var. Yox, artıq studençiski bileti var. Biz gedirik Leningrada. Papa belə necə gedirsiniz? Nətər deyir? Hə, mən gedirəm uşağın təhsili ilə. Yəni onun sən bilirsən ki, mən doğrudan da uşaqlardan o qədər rəsmlər çəkirdim. Leningradda mən axıra qədər oxuya bilmədim. Çünki çox tez evlənmişdim. Və həyat yoldaşım istəmədi ki, təbii ki, mən 3 ildə oxumalıydım. Məni Azərbaycana keçirdilər sənədlərimi və ondan sonra deyim sizə ki, incəsənətdə tək bir insan idim mən, hansı ki, bir rəsm çəkir. Düzdür, bayağı dediniz şöhrətpərəst deyiləm, amma hiç təvazökar da deyilsiniz, özünüz haqqında Çox danışmağı sevirsiniz. uşaqlıqdan dəcəl bir insanam. Mənim uşaqlığım at, it, cücə, pişik, nə bilim o təndirin içində, bu təndirin içində, rayonda. Yəqin ki, elə o iddiadır, sizə gətirdi. Bu həddə gəlib çıxartdı. Uşaqlıqda bizdə bir qonşu vardı. Mamam məni danlayırdı, hətta qovurdu ki, get, istəmirəm, get. Qonşu qapını açırdı, dedi, Leylişka, gəl bura. Mamama da deyirdi ki,
Ay Ziba xanım, sən xəbərin yoxdur. Bilirsən necə gözəl bir sənətkar, öz həyatını bilən insan olacaq. Mamam da belə baxırdı. 5, bəlkə 7 yaşım var idi, o sözü deyirdi. Leyla sanki özündən razı kimi təəssürat yaratdı. Bu da normaldır. Mən də özümdən razıyam. Özümdən başqa aparıcı tanımıram. Nə olsun ki? Əcəb eləyirəm, əlimin içindən gəlir. Mən sizi ilk xatırlayıram, Aygün xanım Kazımovanın proyektlərində çox siz bərabər oldunuz, işbirlikləriniz oldu. O vaxtda show biznesi qaldıran biz idik. Gəlin bundan danışalım. Danışmırıq. Və siz hədsiz dərəcədə belə dəb ikonasıydınız. Giyimləriniz, kecimləriniz, yəni belə əndazə, davranış. Bugün də amma imicim dəyişdi. Dəyişdi sən tamamilə. Maraqlıdır. Gərək insan, necə deyim sizə, hər bir həyat, mən bugün də müasirəm. İmicimin dəyişmişəm, onunla mən müasirliyimi itirməmişəm və hətta bir dizayner kimi, yenə də deyirəm, fikirlərimi itirməmişəm. Məncə bu ancaq Allah vergisi ola bilər. Çox vaxtı mən özümdə onu hiss eləyirəm. Ona görə də başımı bağlamışam, amma xoşbaxtım. Allah qəbul eləsin. Sağ olun. Və dediniz ki, 19 yaşında artıq modalar evini açmışsınız. Ümumiyyətlə, bir çox məşhur tarixi modellər söyləyirlər ki, mən biraz filan kəsin yanında işlədim, sonra filan kəsin, çətin uşaqlıq yaşadım, kasıb idim və s. və ilaxır. Siz 19 yaşında açdınız, biznesmen ailəsində də olduğunuza görə? Həyat hər insana, yəni sürprizlər təbii ki, çoxdur. Kasıb olsun, varlı olsun, əsas bilirsiniz nədir insanda? Böyük bir istək, nəyəsə, yəni nəyilə olmaq üçün, böyük bir istək. 19 yaşımda da atam böyük bir, o vaxtda da, bugün də çox böyük bir mitsinatdır və təbii ki, niyə qızına eləməsin, başqalarına eləyibsə. Bəhrəsini görür? Bəhrəsini görür, mamam da həmişə deyir, görürsən Aysada, sənsə istəmirdi. Oy, onu həmişə deyir, bu bir mənim uğurumda. Amma şükür uğurlar var, uğurlar hamımızda inşallah hələ də qabaqdadır. Məncə Leyla Əhmədova biznesmen ailəsində doğulmasaydı, bu uğur, belə uğur qazana bilməzdi, yox. Çox istedadlı ola bilərdi, amma əlbəttə ki, maddi təkan olmasaydı, o istedadı göstərmək çox çətin olardı ona. Bəlkə də mümkünsüz olardı. Biznesdən danışdıq, əziz tamaşaçılar. Bizim də biznesimiz reklamlardır. Ona görə də gəlin reklamlara baxaq, dərhal sonra söhbətimizi davam etdirək. Amma reklam vaxtı 5-ci aşağıdan xətt, element, aşağıdan xətt ATV internet səhifəmizə daxil olun və izləyin. Reklamlar bitdi, 5-ci element davam edir və bugünkü qonağımız Leyla Əhmədovadır. Çox məşhur bir modeliyerimiz. Leyla xanım, vaxt var idi, bu bizim fashion sahəmiz çox inkişaf edirdi və bu inkişafı xatırlayanda elə məhz sizin defilələriniz yadıma düşür. Çox yüksək səviyyədə belə, necə deyirlər, samballı defilələr var idi. Həqiqətən də bir adi bir insan kimi, tamaşaçı kimi baxanda çox böyük zövq alırdıq. Həqiqətən də o vaxtın o defiləsi elə xaricdə keçirilən defilələrdən heç də geridə qalmırdı. Təbii ki. Mən də elə bugünkü günə indi yavaş-yavaş gəlirəm. Nə baş verdi ki, illər keçdi, inkişaf əvəzinə bizdə hər şey əksinə getdi. Yəni bugündə keçirilən defillər çox belə cılızmı, necə adlandırım onu? Yəni hələ ki Azərbaycanda böyük defilə deyilən bir şou olmayıb. Axırıncı şou olub, o da 2002-ci ildə Səhrədə Qar adlandırırdı Gülüstan Sarayında. Haradakı bütün Azərbaycan siz danışdığı defilələrdən bugün də danışırlar. Bilmirəm, niyə görə eləmirlər. Mən 10 il fora verdim hamıya. Ən son mənim defiləm 2002-də idi. Ondan sonra mən getdim Milanda Azərbaycanı təmsil elədim. Milan Moda həftəsində. Orada 3 təklifim var idi. Qalmalıydım, nəsə. Ürəyimdə dəhşətli böyük sevgi öz vətənimə qaytardı məni. Ümumiyyətlə,
bir çoxları əslində deyir ki, mənə xarici ölkələrdən təkliflər gəldi ki, mən qalım orada yaşayım və vətənimi təmsil edeyim. Amma mənim vətənimə olan sevgim mənə imkan vermədi ki, qalım və vətənimi təmsil edeyim və qayıtdım vətənə. Mən sadəcə burada paradoksal bir məqam görürəm. Başa düşə bilmirəm ki, əsas məqsəd nədir? Vətəni təmsil etmək. Burada evində təmsil edə bilmirsənsə, bəlkə xaricdə yaşamaqla təmsil edə bilirsən, faydan dəyəcəksə, niyə də bunu etməmək? Mən sadəcə bunu məqamı anlaya bilmirəm. Bilmirəm nəyə görə bir çoxları sevginin boynuna atır bunu. Amma Demək səhrada olar ki, mən biraz incimişdim. Kimdən? O bir sekretdir məsələsi və özümə sual yarandı ki, bəlkə bəsdi Leyla. Davay, çəkil qırağa. Qoy meydana gəlsinlər. Özünüz çəkildiniz yoxsa çəkdilər? Yox, özüm çəkildim. Hətta mənim modalar evimin, şəhərdə modalar evimin bağlanmağı internetdə çox var. Orada biraz mən bəzi insanlardan incidim, mən ona görə deyirəm ki, biraz incidim. Depressiyada da oldum 6 ay. Elə depressiyadan sonra mən İslamı qəbul elədim. Modalar evi, bu remontu başladılar, orada qırdılar, söktülər. Mən tez yığışmağa başladım. Press konferensiya ikinci verdim. Planımız nə idi? Planımız o idi ki, inşallah 2003 idi də, 2003-ün axırına planlaşdırırdıq moda həftəsinin prezentasiyasını keçirdək. Belə bir fikirlə oturub durduk. Ondan sonra bu söküntü baş verdi. Mən moda evinin açarını saldım. Aça bilməyəndən sonra dedim, ya Rəbbim, nəsə sən mənə nəsə demək istəyirsən ki, mənim qapılarım artıq açılmır. Çox çətin bir işdir. Ümumiyyətlə bu sənətdə olmaq, sənətkar olmaq çox çətindir. İnsanlara qıraqdan, yəni bizə efirlərdən insanlar baxır, deyir ki, ay bəxtəvərlər, yox. Mən sizə 100% deyirəm ki, bizim həyatımız bəxtəvər həyat deyil. O qədər ki, biz çətinlik çəkirik, Kama? Razıyam. O qədər ki, bu işdə ki, insanlara nəyisə biz təqdim eləyək, o qədər mən gecələr yatmıram. O qədər paltarların üstündə bütün pəncərələr, işıqları sönüb, mənim pəncərəm açıq qalır. Çünki mən səhərə qədər işləyirdim. Gözümün nurunu verdim mən o qədər. Mən o günləri çox yaxşı xatırlayıram və hətta indi danışdıqca daha da sanki gözümün önünə o illər, o günlər gəlir. Bugün artıq gənc modelyerlər, moda evləri hədsiz dərəcədə çoxdur. Hər şey əladır. Hədsiz dərəcədə çoxdur. Yəni əvvəllər paltar tapa bilmirdik. Bu günləri baxırsan ki, hər tərəfdən zəng gəlir. Kimsə yeni modeliyerdir, giyimini. Deyə də bilmərəm ki, pisdilər. Yox, yaxşıları da çoxdur. Yəni bu da yeni yoldur. İnsanlar hansısa bir yola gedirlər. Nəsə. Amma Leyla, sən başqa bir istiqamətdən başlamışdın. Sən sanki çox pik nöqtəsində hər şeyi başladın. Yəni ən böyük ulduzumuz Aygün Kazımova idi. Sən onunla işləyirdin. Bütün reklam çarxlarında xatırlayıram ki, elə sənin eskizlərin istifadə olunurdu. Orada meyvələrlə bağlı olan bir reklam çarxı vardı. Orada o papaq kolleksiyası var idi ki, əsrarəngiz bir işlər idi ki, hətta bizim Layla Qasımova səhər proqramı eləyəndə o süjetdə həmin onunla papaqla açmışdı süjetini. Səhəri papaqla açmışdı və biz hamımız şokdaydıq ki, özü gəlib danışırdı ki, ayda Leyla xanımın emalatxanasında oldum, onu gördüm, bunu gördüm, bunlar oldu. Sanki belə o gürültü, o fəşfəşanlıq, o izdiham və ondan sonra söylədiyiniz kimi qapının açarı da açılmadı və bugün minlərcə modelyerlər var və sanki o addımların hələ də izi qalıb. Eləmirlər. Mən elə başa düşdüm ki, onda Lalə kimisi biri gəlib həmin o fəşfəşanlıq necə dedin, onu görəndən sonra oranı bağlatdırıb, söktürüb, bilmirəm nə inəyib də, ki siz sonda kimdənsə incilik almışsınız, amma sözünüzü axıracan çatdıra bilmirsiniz bizə. Yox, bilirsiniz necə olub? Yox, bu... Yəni sizin hansısa bir rəqibiniz tərəfindənmi söküldü, dağıldı bu? Rəqib deyilən şey yox idi, prosto o vaxtı... Deyil, kimdən incimisiniz? Dedi ki, onun modalar evini söktülər, ondan sonra depressiya düşdü və heç nə eləmədi. Yəni, biraz bu mənim üçün müəmmalı qaldı, çünki o qədər evlər sökülür ki, yəni ki, insanın evi də sökülə bilər, o köçür başqa bir yerə. Onun modalar evi söküləndən sonra niyə bu biznesi bağlatdırmağa qərar verdi, bilmədim. Başa düşə bilmədim bunu.
Mən kamilə qədər bilgilərə malik deyiləm. Televiziyaya da o qədər baxmırdım, bir qədər Azərbaycan şou biznesi haqqında da məlumatım yox idi, amma indi baxıram ki, verilişdə sizin haqqınızda bu qədər danışırlar. Bir çox şeylər əldə etmisiniz, amma hal-hazırda yoxsuz. Mən varam, necə yox? Yəni o defilələr, o həyat ki, siz Biraz danışırsınız. uzaqlaşdıq söhbətdən ki, mən 10 il qırağa çəkildim, amma işləyirdim. Mən gözəl bir Azərbaycanı təmsil eləmək üçün, necə deyim sizə, rəsmlər bu, geyim deyil, bu paltar deyil. Buna, necə deyim sizə, haute couture bir söz var bizdə, modelyer, ən son, aləmdə ən son yəni stadiyadır da, haute couture bir kolleksiya yaratmışam. 40 dənə paltardır. Orada Azərbaycan milliliyi, bizim şəhərimiz, bizim yəni naxışlarımız, bizim istiliyimizmi deyim, yəni gözəlliyimizmi, zənginliyimizmi, hər şeyimiz orada çox açıq şəkildə geyimlərdə yəni görsənir. Ümumiyyətlə o kolleksiya ilə məni New Yorkda da gözləyirlər, Fransada da gözləyirlər, artıq gözləyirlər. Kim gözləyir? Mənim fashion dostlarım hansı ki moda həftəsində çox böyük bir yerlərdə işləyirlər və kolleksiyanı görüblər, gözləyirlər ki, mən gəlim, təqdimatımı eləyim, ondan sonra Fransada mı, New Yorkda mı, yəni artıq orada jurnallarda, televiziyada, Fashion TV-də bu nümayiş gedəcək. Ondan sonra artıq mən gələn il girəcəm, orada bilirsiniz necə, belə bir maşın kimi bir şey var. Girdin, çıxmaq söhbəti yoxdur. 5, 6, 7, 10 il gərək dalbadal hər il, ildə 2 sezonda sən iştirak eləyəsən öz kolleksiyalarından. Ondan sonra sənə status haute couture verirlər. Özümü hazırlayıram bu yola. İnşallah. Düşəndə sizi də götürəcəm. Yəni köçmək istəyirsiniz, belə çıxır. Yox, o köçmək demək deyil. Yəni bu kolleksiyanı təqdim eləyəndən sonra mən hər il artıq moda həftələrində, qoy olsun Milanda, qoy olsun Londonda hər il Azərbaycanı təmsil eləməliyəm. Amma köçsəm, təbii ki, harada yaşayacamsa o ölkəni təmsil eləyəcəm. Köçsəz həmin ölkəni təmsil, bizi yox. Bəs Rüfət, sən də köçsən artıq bizimki hesab olmayacaq. Yox, bayaq da Leyla xanım dedi ki, vətənə olan məhəbbəti qoymadı məni qalın gəlim. Nəyə görə vətənə olan məhəbbət məsələ burada lazım? Bəlkə başqa yerdə daha çox faydalıdır. Köçsəm, yəni orada 3 nöqtə var da, hələ tam... Mən dedim, axı köçsəm, mən köçəsi insan olsaydım, 3 dənə mənə böyük bir korporasiyalar təklif eləmişdi. Bir Armani moda evin təklifi gəlmişdi ki, mən bir modelyer kimi onlarla işləyim. Chopard kolleksiyası, çox gözəl dostlarımın, onlar bir-birdə, yəni dostdular, görmüşdülər kolleksiyamı. Mən axı çox milli şərq filigran adında bizim uslubumuz var, yəni silsilə, belə sırqalar nənələrimiz taxırdı. Onları müasirləşdirib, bugünkü moda, yəni təqdim edirəm ki, bizim milli naxışlarımız, silsilələrimiz, nənələrimiz yatan bir yerdə deyil, artıq dünyadadır. Və bu Chopard kolleksiya, məni o kolleksiyamı görəndə istədi ki, o bir balaca seriya deyilən bir şey mən onlara çəkim. Gəndir deyirəm, vətənə dəhşət bağlı bir insanam deyənə mən o təkliflərə niyət demişəm. Bəlkə fikirləşdiniz ki, razılıq versəm, onsuz da mənim adım yazılmayacaq, yazılacaq Armani və yaxud da Chopard ona görə. Yox, biz orada necə olur? Yox, belə şey yoxdur. Adım gedəcəkdir, ona görə ki, bugün biz bilirik ki, Dior deyilən bir şəxs yoxdur.
Amma korporasiya deyilən şey, firma, moda evi yaşayır və yaşayacaq. Orada hər dəfə modelyerlər dəyişilir. Dəyişilən modelyerlər də təbii ki, axırda defilinin başında çıxanlar odur. Başqa onların yerinə heç kim çıxmır. Siz demişkən, mən birdən güra getdim. Çünki Papamız mecenatıydı, çünki pulunuz var idi. Papam mecenatıydı, bəli. İmkanlarım vardı kolleksiyalar yaratmaq, işləmək, öz üstümdə, yəni hansı təklifləri alırdım, gedirdim. O böyük bir məbləğ idi. Hər bir ölkəyə hara gedib iştirak eləsəydim mən festivallarda, o vaxtın bir evin pulunu xərcləyirdim mən. Bilirsiniz nə xoşuma gəlir? Belə səmmisiniz. Yəni ki, boynunuza alırsınız ki, atam mecenat olub, varlı olub, mənə dəstək olub, kömək olub. Çünki sizin yerinizdə başqa bir insan olsaydı söyləyərdi ki, mən bir əziyyətlərlə gəlib çıxmışam bu pilləyə. Yəni ki, insanlar belə danışır. Bilir. Mən onu necə o boydana mecenat insanı gizlədə bilərəm. Bunu hamı bilir, mən də o insanın uşağıyam, övladıyam. Sadəcə bəzi insanlar var ki, onlar haqqında da hamı bilir ki, onların varlı ataları var, valideynləri var. Sadəcə onlar danışanda onu heç vaxt söyləmirlər. Söyləyirlər ki, mən çox əziyyətlə, əzab, alın təri ilə falan gəlib çıxmışam bu pilləyə. Ümumiyyətlə, mən dəyişət dərəcəsində sərbəst bir insanım. Gizliliyi, bağlılığı, nə bilim, belə, necə deyim sizə, tünd həyatda olan bir hərəkətlər mənim həyatımda heç vaxt olmadı. Mən açıq, sərbəst, gözəl, belə, Kamuçka məni tanır, hamı ilə dost. 20 ildir mən fəaliyyət göstərirəm show biznesdə. Sizcə çətindir bu, yoxsa yüngüldür? Təbii ki, çətindir. Görürsünüz, hələ sağam, öldürməyiblər. Leyla xanım, bəs sizin bu dini baxışlarınızla show biznesdə olmaq sizə bir ziddiyyət yaratmır ki, çətinlik filan? Yox, Kamuçka görüb mənimə çox müasir giyinən bir insan idim. Açıq saçıq giyinən bir insan idim. Saçlarımı belə tökən. Mən görəndə belə, sonradan bu dəyişkənliyi də görəndə o da məni belə mat qoymuşdu o dövrdə. Bu da məni mat qoymağı bacarmışdı. Özə mən sizə söyləyeyim, indi çox daha yumuşaqsız, daha mülayim. O dövrdə daha belə at çapan, sanki belə özündən müştəbi, özünə əminlik, belə şeylər çox idi. Əslində mən də bugün elə bir Leyla Əhmədova gözləyirdim. Çünki mən də bir tamaşaçı kimi, yəni belə şəxsi tanışlığımız olmasa da həmişə müşahidə etmişəm, sizi elə tanımışam. Elə bilirdim ki, elə burada da... Bugün də beləyəm. Nə bilim, həyat məni belə aparır da. Hər insanın deyirlər bir ulduzu var. Mənim ulduzum həyasızdır da məni belə aparır, deyim. Qoymadım, sualıma cavab versin. Oza oxşamırsınız axı bu gün bizim yanımızda. Heç onu hiss eləmirəm sizdən. Niyə? Özünüzə şər atdınız. Bəlkə yaxşı suallar veririk, bəlkə tərifləyirik qonağımızı. Məncə də keçir. Məncə də keçir. Nəsə yaman keçir. Hüsniyə, mikrofonunu yandırın istəyəndin. Hüsniyə, başla. Yox, bugün mən də pozitiv dalğadayam. Ona görə reklamlara çıxaq, daha sonra isə verilişimizə davam edərək. Baxaq necə gedəcək bundan sonra. Niyə deserti axıra saxlayıb, reklamları gözlüyün axıra ki? Verilişin əvvəlində dedi ki, verilişimizə baxmayıb, amma yalan dedi. Dünən misal üçün verilişə gəlməmişdən qabaq deyirdi ki, qızlar gəlsin, o biri qız da gəlsin, Hüsniyə paltar götürsün verilişimizə. Sonra verilişimizin veriliş çəkilərkən də yadından çıxırdı. Deyirdi, hə, sizin verilişdə misal üçün belə olurdu, hə, sizin verilişdə bəs mən elə bilim qalmaqal olacaq. İndi baxırdı, bilirdi, sadəcə olaraq nədənsə belə yalan danışdı. Reklamlar bitti. Bu isə o deməkdir ki, 5-ci element davam edir. Bugün bizim qonağımız Leyla Əhmədovadır. Leyla xanım, biraz Ranar dedi ki, darıxdırıcı gedir. Ranar çox xoşlayır qalmaqal olanda. Kimsə nə olubsa keçmişdə onu qurdalayıb çıxartmağa. İndi bugün o su içince mən istəyirəm belə bir sual verim. Elə reklam gedəndə də siz digər bizim modelyerlərimiz haqqında danışırdınız, deyirdiniz. Misal üçün Sabina Hüseyin haqqında. Bir probleminiz olub o xanımla. Bildiyimə görə də çox istedadlı və bir problem olmur.
Sabina Quseyinova ilə biz bir yolda, mən, Faik Ağayev, Sabina 99-da getmişdik İtaliyaya. yox, Gürcüstana. Gürcüstana. Bəli. Orada da dalaşdınız, qayıtdınız. Yox. Və doğrudan da mən sizə bir söz deyim. Deyirlər insanı yolda tanıyanlar. Biz axı qatardan getmişdik. Oy, mən sizə deyim. Elə bir payızkamız hələ mənim həyatımda bəlkə olmalı. Qatarı bağlatdırmışdınız. Sevə-sevə, gülə-gülə getdik. Gürcüstana hamı elə gedir. Qaydanda bilmirəm necə qayıdır, amma gedəndə elə gedir. Qaydanda da əla qayıtmışdıq və Səbinə Hüseyn olmasaydı. Səbinə Hüseyn var idi orada. Yəni mənim deməyim ondaydı ki, yəni tarixdə qalan insanlar onsuz da qalır. Tarixdən çıxan insanlar təbii ki, bir müddət keçəndən sonra bir də görürük ki, yoxdular. Yəni Səbinə Hüseyn sizin tarixinizdən çıxdı. Yox, o bir həyatımda olan bir bəqa buydu. O var idi, bir də getdi. Necə oldu ki, getdi elə bir heç kəs getmir axı. Biz Nə baş getdik, verdi? qəşəng orada təqdim elədik Azərbaycanı və qayıtdıq. Amma siz mükafat aldınız. Deyəsən, Mən mükafat aldım O da. yox. Qısqanclıq zəminində nə baş verdi? Heç nə. Ümumiyyətlə, defileden sonra qəşəng biz şey keçirdik, axşam keçirdik, qayıtdıq. Yox. Amma odur budur yola çıxmadınız. Biz axı Wikipedia'da darırdı. Amma odur budur yola çıxmadınız deyəsən. Bugün mən bildiyimə görə Sabina Quseynin Röya ilə çalışır və Fashion Lab adlı moda evləri var və çox uğurlu kolleksiyalar üzərə gətirirlər və bir çox ulduzlar da. First Fashion Lab. Ümumiyyətlə o doğrudan da yəni ideya ilə bu insan ideyalarla doludur. İspaniyalara, yəni çox moda evlərindən mən deyə bilərəm ki, onların geyimi tikmək söhbətdən gedir. Yəni çox da professional deyil, amma ideyalarla doludular. Başqaları isə moda evi açanda mən hər dəfə demişəm, deməyə də qorxmuram onu. Yəni moda evi artıq oyuncaq deyil. Bugün mənim pulum var, moda evi açıram. Çox gülməli görsənir. Ateliye açıram, yəni hər şeyin sözü düzünə gəlməlidir. Demək siz bizdə keçirilən o fashion həftələrə, Baku Fashion Week və yaxud Azərbaycan, yəni siz qeyri-ciddi qəbul edirsiniz sanki, hə? Ciddi qəbul eləyirəm və çox sevinirəm ki, artıq bu inkişaf başlayıb. Çox sevinirəm. İstəyirəm ki, inkişafın içində də bizim adımıza layiq olan insanlar çıxsınlar. Və Sabina Hüseynlə başqa kimi daha bəyənmirsiniz? Mən onu bəyənmirəm demirəm. Mən onu dedim bəyənirəm. Bəs o birlər digər var Mən biraz anlamadım. bəyənmədiklərini? Siz dediniz Mən onu bəyənirəm, amma dedim peşəkar bəyənirəm. hesab etmirsiniz, professional hesab etmirsiniz. O geyimləri tikmək qadalarını qəbul eləmirəm. Demək olar ki 98%. Nəyə baxıb, hansı işlərə baxıb, nəyi misal tutub, yəni bəyənmirsiniz? Artıq bir neçə, biz hətta bir yerdə bir dəfə olmuşuq da moda həftəsində. Texnologiya deyilən şey yoxdur. Kustarşina, doğru. Bax, burada mən sizinlə razıyam. İstənilən modelyerin geyiminə baxanda bilinir ki, bu ateliyədə tikilib, belə deyək də. Digər, hətta çox uzağa getməyək, adi Və Ukrayna. ideya deyilən şey yox. Hətta ideya olanda belə geyimi ələ alanda başa düşürsən ki, bu ateliyədə tikilib. Amma heç uzağa getməyək, Gürcüstanın modelyerlərinin geyimlərini bugün bir çox showroomlar açılır, oradan əldə edə bilirik. Baxırsan ki, doğrudan da sanki Birinci götürsən elə fabrika bilirsən ki, bu xarici malıdır, sonra görürsən ki, Giorgio Gürcüstan modelidir. Bu sizin telefonunuza zənglər gəlir bu qədər. Təkliflərdir bu, Milandan, New Yorkdan. Hər zaman təklif qəbul eləməyə mən razıyam, hazıram. Amma bizlə danışa-danışa cavablandırırsınız bütün təklifləri deyəsən. Hə deyirsiniz, yaxsa yox? Hərdən hə deyirəm, hərdən yox deyirəm. Dediniz ki, Aygün Kazımova ilə siz Mən nə qədər mülayim olsam, o qədər də dəhşət insanım.
Söylədiniz ki, verilişimizin əvvəlində Azərbaycan şou biznesini qaldıranlardan idi. Siz və Aygün Kazımova. İndi ki, mən sizə mane oluram. Siz telefonunuzla danışın. Problem yoxdur. Prosta vacib zəng gözləyirəm. Ona görə biraz Armanidən. yox, oradan. Bu kişilər ölməyiblər acamat. Adları yaşayır. Gərək həyatında elə bir ad qoyasan ki, əsrlər keçsin, sənin adın qalsın. Armani sağda hələ bastı. Armaniya elə. Allah ömür versin. Həsniyəm. Verilişdə telefonla yazışmağını deyirsiniz. Mənə qarşı hörmətsizlik, mənə elə gəlir ki, bu həm verilişə qarşı hörmətsizlikdir, həm də insanın özü-özünə qarşı hörmətsizlikdir. O əgər kiməsə qarşı hörmətsizlik eləyirsə, artıq o özünə qarşı da hörmətsizlik eləyir. Çünki bu iki tərəflidir, bu bir tərəfli ola bilməz. Siz dediniz ki, Aygün Kazımova, mən şou biznesi qaldıranlardan idik. Bəs indi şou biznesi yıxanlar kimdir sizcə? Elə indi qaldıranlar da var da, kimdir qaldıranlar? Hə, indi kimdir qaldıranlar? İndi qaldıranlar ümumiyyətlə yoxdur. Niyə yoxdur? Siz elə bilirsiniz, siz 10 il fəaliyyət göstərmədiniz Azərbaycanda, moda, şou biznesdə hamısı. Onda bir dənə heç olmasa mənə öz adından şəxsən olan bir defiləni görsədim, mən baxım bəlkə mən nəsə doğrudan da Ümumi şou görmüşəm. biznesdən söhbət edir. Siz modellərdən danışırsınız, mən deyirəm ki, onda 10 il ərzində ki, mən olmamışam, sabahlar təqdim eləyəcəm ya birisi gün eləyəcəm, mənim üçün o heç bir çətinlik deyil. Amma fashion weeklərdə var. İnsan gərək işdən danışsın, boş-boş danışmaq, mən nə vaxtım var, nə marağım var. Əgər, yəni də deyirəm, mənəm deyənlər çoxdur, iş göstərə bilərsiniz. Misal üçün, hal-hazırda elə Kamilə də Siz söylədi. kimisə mənə təklif eləyə bilərsiniz. Bakı Fashion Weeklərdə dizaynerlərimiz öz kolleksiyalarını nümayiş etdirirlər. Çox gözəldir. Yəni, ola bilsin, şou kimi dəhşət dərəcəsində zəifdir. Bu sizin fikrinizdir. Yəni, Niyə siz fikrimdir? düşünürsünüz ki... Mən bir modelyer Səhvdir. kimi bugün Azərbaycanı təmsil edirəm və deyirəm ki, mən bunu təqdim eləyirəm, insanlar baxsınlar. Baxıblar, düzdürmü? Bu mənimdir, mənə bağlıdır, deyirəm mən. Düzdürmü? Düzdür. Siz də götürürsünüz, başqa bir jurnalı açırsınız belə. Biz abına bax Leyla. Elə eyni söhbətdir. Kim kimlə uğurladı? Bu bundan mı uğurladı, yoxsa bu bundan uğurladı? Kopirovka məsələsinə gələndə bir əhvalat yadıma düşdü. Neçə illər bundan öncə mən moda agentliyində işləyirdim və o vaxtı gənc olaraq bir eskizlər çəkirdim. Xüsusi albomum da var idi və bir nəfər mənə bir dəfə söylədi ki, gəl bu eskizləri Leyla Əhmədovaya göstərim. Bəlkə ola bilsin ki, o sənə kömək elədi, yardımcı oldu bu işdə və götürdülər o eskizləri. Sonra bir-iki ay o insanı tapa bilmirdim. Nəhayət tapdım, mənə eskizləri qaytardılar. Dedim, bəs Leyla Əhmədova nə söylədi? Dedi ki, heç də uğurlar arzu etdi sənə. Sonra illər keçdi və mən hər zaman dostlarıma, ətrafıma, kim ki o şəkilləri, o əl çəkmələri görmüşlər, onlara söyləmişdim ki, vaxt gələcək, Leyla Əhmədovanın hansı bir defiləsində mənim o çəkdiyim geyimləri görəcəksiniz. Və bir gün oturmuşdum Aygün Kazımovanın Tiflis prospektində olan stadiondakı konsertində qeyri-adi şou adlanırdı, səhv etmirəmsə. Birdən elan etdilər ki, Leyla Əhmədovanın defiləsi və bir də görürəm ki, çıxır modellər mənim həmin çəkdiyim, yəni ki, geyimlərdə. Yəni ona bənzər, yəni demirəm dəqiqliklə, amma yəni ki, bir tərz olaraq sırf o kolleksiya idi. Mən şoka düşmədim, çünki gözləyirdim bunu. Amma nədənsə bu barədə verilişdə danışmaq istəmədim. Çünki bu dəqiqə necə sübut edeyim? Düzdür, o eskizlər indiyə qədər məndədir. Sadəcə bunu heç zaman sübut edə bilmərəm. Çünki artıq orada bu layihə reallaşmışdı. Mən isə nağıl danışıram. Söhbət bizim hal-hazırda Azərbaycanda olan modadan əgər gedirsə, heç bir modelyeri mən bugün hələ görməmişəm ki, bunlar kimisə təkrarlamasınlar. O kolleksiya yalnız özünə məxsus olsun. Sizin kolleksiyanızda da kimsə deyə bilər onu? Yox. Dünya səviyyəsinə çıxartsanız hətta belə, siluet, qadın silueti onsuz da siluetdir. Qoda-qodadır, trapetsiya-trapetsiyadır, AA-dır, yəni korset-korsetdir, o sözsüz. Amma onu təqdim eləmək, o biçimi, o parçanın fakturasını, o parçanın üstündə olan dekorlar, o dekorların, naxışların qeyd edirik ki, danışmaq istəyirəm.
Hərənin özünün biçim düzümü var və xarakteristikası var. Bugünkü Azərbaycanda olan modelyerlər bunu bacarmırlar. Sonra yalnız bacarırlar. gəncliyə Bəlkə nəzərət haçansa bacararlar. Bugünkü olan dəbdə, yəni modanı moda bu həftələrdə iştirak eləyirlər, moda evləri açıblar, insanlarla işləyirlər, İşləyirlər, özü çox işləyirlər. pul qazanırlar. Hə. Mən onlardan danışıram. Yeni yetmələrdən danışmıram. Mən çünki arzulayıram ki, yeni yetmələr olsun. Mən gedəndən sonra da məndən sonra mənim vətənimi yaşadan insanlar çıxsınlar üzə. Yaxşı, bəs Hətta kömək eləyərəm onlara. bizim verilişin qonağı olmuşdu Rüfət İsmail. O da Türkiyəyə köçüb və orada uğur əldə edib və Milanda, New Yorkda onun Fashion Week-lərdə iştirak Yeganə edib. Azərbaycanlıdır ki, mən bildiyimə görə indi hal-hazırda hər il Milan Fashion Week-də Dəvətlidir. dəvətlidir və kolleksiyaları nümayiş fəaliyyətini olunur. necə Mən qiymətləndirirsiniz? ümumiyyətlə onunla nə tanışam, nə işini görmüşəm. Rüfət İsmail əvvəl model olub, yəni Nə tanımırsınız onu? eşitmişəm. Rüfət bir model kimi insan mən yadımdadır. Bəli, deyiblər mənə onunla Yəni siz bağlı. o Rüfət İsmaili onda bir modelyər kimi tanımırsınız? Yəni bir Azərbaycanlı hansı ki o qədər uğur əldə edib və yox? Yəqin onun uğurları o qədər məndən uzaqdır ki, mən hələ onları görməmişəm. İnşallah yaxınlaşanda mən onu belə yəni uğurlarını görsəm, görərəm, təbrik eləyərəm. Uzaqdır deyəndə ki, məsələn Yetərincə İtaliyadadır. uğurludur amma bugün o və Və ən əsası keyfiyyətlidir. Bax, onda o siz dediyiniz söz kustarşina yoxdur və fabrik çox dükanına girəndə başa düşürsən ki, bəli. Bakıdadır onun moda evi. Türkiyədə. hələ yox, Bakıda amma da burada açılır. da açılış olmalıdır. Biz Bakıdan işlər söhbət görməliyik. eləyirik. Ümumiyyətlə mənə belə təəccüblü gəldi ki, deyəndə ki, Rüfət İsmaili mən tanımıram. Çünki əgər Leyla Əhmədova bu sahənin adamıdırsa, deməli o hamıdan çox Rüfət İsmaili tanımalıdır. Çünki Rüfət xaricdə kifayət qədər nailiyyətlər əldə edib və əgər bugün o Azərbaycanda və Türkiyəli yeganə modelyerdir ki, hansı ki Fashion Week-lərdə Milanda, New Yorkda iştirak edir. Yəni bunu tanımamaq, yəqin onda Leyla xanım ya moda ilə maraqlanmır, ya da ki qəsdən tanımadı. Bəlkə qısqançılıq məsələləri var. Bilmirəm. Bir də mənə bir şey maraqlıdır. Dizayn etmiş Siz insanlar. söyləyirsiniz ki, sanki yoxdur da, yəni bu sahədə bir inkişaf, bir süqut dövrünü yaşayır. Yoxdur, inkişaf var. Yox, yəni İnkişaf da öz var. cizgiləri. Öz cizgiləri yoxdur. Hə, yəni onu deyirəm. Yəni Çox ki, sanki öz dəhşət cizgiləri ifrat yoxdur. dərəcəsində Deyirsiniz ki, təkrarlanma. təkrarlanmadır, öz cizgiləri yoxdur. Bu bugünkü Sən uşaqlıqda deməyiblər, masanın üstündə yazın. Hə, bu bugün fəaliyyətdə olan modelyerlərə aiddir, yoxsa elə o dövrdən Onlar axı modelyer deyirlər. Yaxşı, onda kimə aiddir? O dövrdən Dizayn. sizlə bərabər gələnlərin hər birinə, yəni Bax, Sabina Quseynovadır, hansı ki işləyib fəaliyyətini nəsə bir ortalığa, nəsə kolleksiyalar çıxardıb, amma təbii ki, böyük bir nümayiş eləməyib, böyük bir festivallarda da mənim yadıma var, ki, gəlmir, iştirak eləməyib, bəlkə eləyib, bilmirəm. amma işlərini bəyənirəm, nə yalan deyim. O Maraqlıdır. vaxtı başlayanda bugünkü işlərini mən bilmirəm. Royan konsertində bu ilki yox, gələnki Keçən iniş ilki 2 dənə kombinezon deyilən bir paltarlardan söhbət gedirdi, hə? Nə bilim. O da belə baxanda artıq bizim ulduzlarımızda olub da o geyimlər. Orada nə yenilik var idi? Yenilik axı ola bilməz. Bu nota kimi bir şeydir. 7 nota, do, re, mi, fa, sol, si, do. Eynən də rəylər, düzdür. Mən bu barədə çox uzun-uzaq danışa bilmərəm. Çünki ən azından sadəcə bir, nə bilim, bir adi sıravi vətəndaş baxışı ilə baxıram bu məsələlərə. Bizim sahə biraz çətin sahədir. Çətindir, amma eyni zamanda asandır. Yəni özünüz də söylədiniz ki, ümumi şeylər var da, nə bilim, Liniyalar var, ki, özünə məxsus bir stil tapırsan, artıq o stildə gedirsən. Hə, amma nəyisə axı, yəni nəyi icad eləmək olar ki? Yenidən velosiped icad eləmək də biraz axı çətin məsələdir. Niyə? Velosiped müasirləşir də Necə hər olur ki, dəfə. 20-ci ilin modası təzədən 2017-yə qayıdır, 50-ci ilin modası təzədən qayıdır. Yəni demək dünya da süqut Parçalar eləyir də. dəyişilir, fakturalar dəyişilir, təqdimatlar dəyişilir, amma keçmiş, nə bilim, 2000 belə deyəcəm sizə, okey. 2011-in ya 12-nin orada o kolleksiya vardı. Onu təkrarlanmaqdan söhbət gedir. Başa düşürsən, özü belə normal. Belə açıq aydın Hə, demək. hətta bugünkü hesab, sabah nə bilim
moda evi var, Aglamur. Aglamur moda evi var. El-Sahabın parçalarını götürüb, yəni tamamilə kopyalaşdırırlarsa, moda evi deyilən söz eləməsinlər də, ateliye desinlər, VIP ateliye desinlər, VIP, nə bilim, Super VIP ateliye. super VIP ateliye desinlər. Moda evi, yenə də deyirəm, modelyer hər zaman təqdim eləməlidir. Özünü ölkələrdə bir brend kimi deyəsiz, Rüfət moda həftələrində özünü bir brend kimi doğruldur, maşallah olsun. Söhbət belə fəaliyyətdən gedir. Ancaq işləyirlər, amma pullarını qazanırlar, Allah qaqırsı canlarını sağ eləsin. Amma sizin də Interturan moda evi hesab olunurdu. Onlara çıxır ki, Azərbaycanda yalnız sizdə olub da, yəni moda evi. Yoxsa necə? O vaxtı 2000, mən sizə deyim də, 2000 deyirəm, 96-cı ildə mən ümumiyyətlə modalar evinə açanda cəmaət gəlib divara baxıb deyib, moda evi nədir soruşurdular. Qalataya açılmışdı mənlə bərabər. Məndən sonra bir neçə ildən sonra artıq Fəxriyə Xalafova gəldi. 90 deyəsən 8-də yəni. Sən də dostun, Günay Quliyeva. Günay Quliyeva mənim uçinicamdır, hə. O ümumiyyətlə 2000-də başlayıb. Belə də bu 20 il ərzində nəsə inkişaf eləyir. Şükür Allah, hamımız sağlıq, salamatıq. İnşallah yaqın ki, gələcəyə nəsə fikirləşərlər bu söhbətlərdən sonra. Arxada nəsə element işığımız söndü. Bilmirəm, bu siqnal idi ki, veriliş bitmə üzrədir. Bitmə üzrədir də, hə? Hə. Bu yəqin ki, yeni bir, necə sizə deyim? Formata keçdi. Yeni bir format olacaq ki, artıq bizə qulaqcıq vasitəsilə yox, arxada işıq xəbərdar eləyəcək ki, verilişimiz sona bitdi. Bitti mi? Bitti mi? Bilmirəm. Leyla Vardı xanım, mı? Diyan görürsün, какие вы добрые были, я ki? совсем вообще не почувствовала ничего. Hiss edirsiniz mi? Перцу не было вообще. Что вы, ребята? Kəsmişlər. Leyla xanım söylüyor ki, istiyot yox idi nəsə verilişdə. Bugün biz ürəyi açıq aparıcılar şəklində çıxış elədik və o istiyot İstiyot istəyirlər, istiyot ver. Red Hot Chili Ben hazırlaşırdım, oturmuşam, büyük bir stolda deyirəm, vaxtsi, ara düşmüşəm ben, vay baba. Baba baxacaq, babam baxacaq. Birdən bunlar mənə elə bir sual verəcəklər ki, mən açıqlayaram, özümü zibilə salaram, açıqlamaram, yalancı çıxaram. Belə verilişlər olur axı, uje ne Yəni snimayız. siz görməmisiniz ki, yəni bizdə bütün verilişlərdə yəni ki baxır verilişə Kabizli söhbətlər olur. Elə də olur, belə də olur. Mən onu gözləyirdim də siz də elə bir mülayim, elə xoş, elə rahat. Niye? Məncə ürəyinizi yetərincə boşaltdınız ha. Sizin xəbəriniz yoxdur, prosta. Mən sizi birdən-birə siz belə mənim üstümə gəlirdiniz. Yadınızdadır. Veriş qutardı, sağ olun, sakit. Siz bizim odumuza Hüsniyə gördün. Mən biraz başa düşmürəm. Она вообще спит всю передачу. Mən ümumiyyətlə doğrudan yazmağa yox, amma mən bugün nə baş verdi? Heç nə başa düşmürəm. Dadanışdım. Hüsniyə, Haralara Leyla deyir ki, getdik. dördünüz gəldiniz mənim üstümə, mən sizin dördünüzü də yedim. Veriliş qutardı və mən sizə qalib gəldim Hüsniyə. Yox, Sən yemədim, reaksiya buna niyə belə gün gördün? Ayıp olsun mənə. Bağışlarsın, mən heç nə sonuna yaxın istəyir artıq yorulub ayıyor. Kömək yerə kömək. Siz birdən-birə elə bir sakitləşdiniz. Ben vallahi şokdayım. Klidus. Çünki sizin danışdıqlarınızı biraz həzm eləməyə başladı. Çünki çox belə qəliz və çox şaxəli danışdınız. Enerji buraxmışdım da sizin üstünüzə. Hələ də pat vpечатление. Məni elə yeyən olmayıb. O ki qaldı, o duz, istiyot məsələsinə nəsə acı, istiyot, bilmirəm nə. Yəqin Leyla xanım gözləyirdi digər aparıcılar qalmaqallı, hansı ki bəlkə onların da ulduzu hayasızdır. Amma bizim ulduzlarımız hayasız deyil. Ona görə də verilişimiz çox mədəni, pozitiv, sakit formata uyğun keçdi. Əgər tutaq ki siz bizim kürsüdə əyləşsəydiniz, həmin bu an Leyla Əhmədova belə cavab verəndən sonra Leyla Əhmədovaya nə sual verərdiniz? Hoppa, nə verərdin? Sən xoşbaxtsanmı? Həyatda.
Leyla, sən xoşbəxtsənmi həyatda? Dəhşət dərəcəsində. Allaha qurban olum. Çox istəyərdim ki, məni kimi xoşbəxt insanlar çox olsun ki, həyat da başqa cür olsun. Amma hər kəsin mitinat atası da yoxdur. Ona görə bir çoxları məcburdur. Bunu da acı qaçsınlar. Ulduzumuz belədir də, neyiniyək, çox sağ ol deyək ki, mənim ulduzum belədir. Hamıya da istəyərdim. Ürəyinə görə versin Allah. Ürəyinə görə ver. İstəyərdim paylayım, amma pardon. Özümə qalmaz onda. Təşəkkür Çox sağ edirik olun, və sonuncu çox sualımız xoş. var. Ənənəvi əsas məsələmiz. İşığı sönsə də sizin 5-ci elementiniz nədir? Nə olmasaydı siz olmalısınız. Modelyer sənətdə olan bir sənətim bəlkə. Təşəkkür edirik və sizin bu neçə illik sənətinizə görə bu gülləri sizə yollayırıq. Florial razı Az olsun. gül salonundan. Çox bəyəndim. Mənim Lütfən, əksinə fırlat onu. mənim rayderımda onlar düzəldiblər. Bəli. Çox bəyəndim. Allah sizdən razı olsun. Bu gülə də, o güllərə də. Mövsüm artıq demək olar ki sonudur, amma hələ də biz 5-ci elementi bilmədik. Bəli, gül. Deyir 5-ci elementi bilmədik sənədə. Yox. 5-ci elementdə də bəxtidər. Biz hələ axtarışdayıq, hələ neçə illər axtarışdayıq. Sadəcə mən bilmək istəyirəm ki, niyə bizim aparıcılar hələ də gülü təqdim etməyə bacarmırlar. Rüfət gülü əks tərəfə fırladıb qonağa təqdim eləyir. Məncə Çünki o onu verəndə fikirləşirdim, ayda nə qəşəng güldü, bəlkə özümə saxlayım. Yox, mən gülləri sevirəm. Sadəcə burada bantikini görün. Mənə elə gəldi ki, bantik kameraya doğru baxmaq. O yazıq Rüfəti çaşdırıblar doğrudan da. Hər yəni tərəfi ki, gözəldir. Florial Azdan olan gül dəstinin həm arxası, həm üst tərəfi çox gözəldir. Çox Amma gözəldir biz doğrudan. Sizə təşəkkürümüzü bildiririk ki, Sağ bizim olun. qonağımız 5-ci elementimiz oldunuz. Amma bu hələ son deyil. Leyla xanım, çünki hələ davamı var. Ona görə tamaşaçılar qısa fasilədən sonra mütləq qayıtsın studiyaya. Çünki hələ bizim deyəcək çox sözlərimiz olacaq və Leyla xanım da nəsə deyəcək yəqin. Aparıcılarımızın gözəlliyinə gözəlliyi qatan OK studiyasının stilisti İkram Əliyevə və onun assistenti Üsal İbrahimova. Vizaja görə isə Aygün Zakirliyə. Studiyada aparıcılarımıza və qonaqlarımıza yaradılan ekstra komforta görə Zelhom mağazalar şəbəkəsinə, bəylərimizin zövqlü geyimlərinə görə Lino kişi geyimləri mağazasına, verilişimizi güllərlə təmin etdiklərinə görə Florial Güllər və Hədiyyələr mağazasına. Bütün bu mətnləri oxuduğuma görə şəxsən özüm, yəni Şəhriyar Əbilova təşəkkürümü bildirirəm. Eləcə də informasiya dəstəyimiz ATV.az, D.az, Milli.az, Tren.az internet portallarına təşəkkürümüzü bildiririk. Təşəkkürlərimiz bitdi. Artıq verilişimizin sonuna çox az vaxt qalıb və bu az vaxt ərzində çalışacağıq ki, qonağımız haqqında hərəmiz qısa da olsa öz fikrini söyləyək və ümumiyyətlə verilişimiz haqqında. Necə keçdi verilişimiz? Razı qaldınız mı uşaqlar? Hə, bəli. İstehza ilə deyirsən? Yox, Yox? yox, Yox? yox. Sənə nə olub? Hər şey yaxşıdır? Hə. Hə? Yox. Yox, hə. Rüfət səndə? Hə, yox. Yox. Məncə bu verilişdə çox şeydən danışdıq, amma müəmmalarla dolu söhbətlər oldu. Ona görə Hüsniyə bayaq deyəndə ki, çox şey başa düşmədim, onu başa düşdüm. Onu başa düşdüm, yəni mən Bir şeyi başa düşdüm ki, heç nəyi başa düşmədim. Sənki ona döndü. Kamilə, sən də heç nə başa düşmədin, hər şeyi başa düşdün ki, hə ya yox. Yox, mənə elə gəldi ki, nəsə elə bil demək istəyirdi, söylədim əslində verilişdə, o deyilmədi. Sanki elə bil gözləyirdi ki, İstiyot daha gözləyirdi. istiyot, daha biber, nəsə belə. Elə bil o olmadı. Belə narazı getdi sanki Leyla bizdən. Mən də bayaqdan elə düşünürəm ki, o nəyi nəzərdə tuturdu? Ola bilsin ki, biz nəyisə əldən buraxmışıq. Mənə də elə gəldi, Nəyisə nəyisə gözdən qaçırtmışıq. Uşaqlar. Nətər olacaq? Nətər ola bilər elə bir şey? Üstünə necə də qəşən düşmüşük bu Port Baku jurnalında. Hə, əsas da görsənməyəndə belə profildən çox yaxşı alınır. Amma mən deyim ki, çox adamlar bu şəkli bəyəndilər. Yəni ətrafımda indi kim, yəni evdə, amma ya da oradan da kim, çox adamlar mənə bu şəkildən söylədilər ki, hədsiz dərəcədə super şəkildir. Bəli və veriliş bitən kimi düzdür, artıq vaxt gecdir. Səhərsi günü gedib mütləq Port Baku Mall'dan bizim bu gözəl simalarımızla olan jurnalı əldə edə bilərsiniz. Pulsuz bizdən hədiyyə olaraq. Sağ olun. Çok güzel bir veriliş idi. Sanki bir sahneydi, geçti.
Mən uşaqlardan biraz daha ciddi suallar gözləyirdim, biraz çəkinirdim, amma gözəl, mülayim keçdi. Uşaqlardan çox razıyam. Kamuçkanı buradan xüsusən öpürəm. Əzizimi mənim, çox sevirəm səni canım. Allah həmişə başımızın üstündə olsun, sizə böyük-böyük uğurlar gətirsin, bundan da gözəl verilişlər gətirsin. Mən sizə onları arzulayıram və inşallah görüşərik.